Filippin cənnəti xatırladan mənzərələri ilə turizm afişalarında özünə yer tapan, amma arxa küçələrində acı reallıqların yaşandığı bir ölkədir. Burada insanlar həm okeanın gözəlliyi, həm də zəlzələlərin qorxusu ilə yaşamağa məcburdur. Bir yanda suda uzayan evlər, o biri yanda zibilliklə yemək axtaran uşaqlar. Bugünkü videoda Filippini təkcə xəritədən deyil, insanların gözlərindən tanıyacaqsınız. Filippin, Sakit Okeanın qərbində yerləşən 7000-ə yaxın iri və xırda adadan ibarət bir dövlətdir. Əslində bu ölkə əsasən 3 böyük quru sahəsindən ibarətdir və ümumi ərazisi 300.000 kvadrat kilometr təşkil edir. Bu ərazidə təxminən 111 milyon insan yaşayır. Bu rəqəmlərə baxdıqda Filippini insan sıxlığının olduqca yüksək olduğu bir coğrafiya kimi təsvir edə bilərik. Xəritədə baxanda da aydın görünür ki, heç bir qonşu ölkə ilə quru sərhəddi yoxdur. Filippinin yerləşdiyi coğrafiya ilə bağlı daha bir vacib məqamsa budur. Bu ölkə Sakit Okean zəlzələ qurşağının tam mərkəzindədir. Bu səbəbdən də burada tsunami kimi güclü təbiət hadisələri olduqca tez-tez baş verir. Elə ölkənin yaxınlığındakı okean dibində hər gün təxminən 20 zəlzələ olur. Hətta 30 il əvvəl Luzon adasında 7,7 bal gücündə dağıdıcı bir zəlzələ də qeydə alınmışdı. Ölkənin paytaxtı isə xaosun bol olduğu Manila şəhəridir. Manila ilə yanaşı Filippinlərlə bağlı danışılacaq o qədər mövzu var ki, birazdan bu ölkədə insanların həyatına öz gözlərinizlə şahid edəcəksiniz. Filippin bir çox Cənubi Şərqi Asiya ölkəsi kimi tarix boyunca müstəmləkəyə çevrilmiş, istismar olunmuş bir bölgədir. Bugünkü Filippin isə dərin yoxsulluq içində çabalayır. Ölkədə insanların böyük bir qismi meşələrdə və ya dənizin ortasında yaşayır. Bazarları gəzdikcə görəcəksiniz ki, evlər də, dükanlar da köhnəlib, solğundur. İnsanlar isə yoxsulluqla mübarizə aparır. Hər tərəfdə bir dağınıqlıq, nizamsızlıq hökm sürür. Küçələrdə insanlara aid əşyalar ora-bura səpələnib. Ətraf kifayət qədər çirkli görünür, amma maraqlısı odur ki, gündə 5 dollardan az qazanan bu insanlar necə olubsa kök, dolu, sağlam görünürlər. Bəlkə də bu, qarşılarına çıxanı yemə vərdişlərindən qaynaqlanır. Havanın il boyu isti və rütubətli olması səbəbilə insanların əksəriyyəti yalnız futbolka və şortiklə gəzirlər. Bu ölkədə supermarket və ticarət mərkəzləri geniş yayılmayıb. İnsanlar əsas ehtiyaclarını məhz yol kənarındakı kiçik satıcılardan qarşılayırlar. Filippin şəhərlərində səyahət etdikcə istifadə olunan nəqliyyat vasitələri də diqqətinizi çəkir. Əhalinin sıxlığı və yoxsulluq səbəbindən daha çox motosikletlərdən və digər sadə vasitələrdən istifadə olunur. Ölkədə minimum əmək haqqı və orta gəlir təxminən 260 Amerika dollarıdır. Əhalinin sayına görə bu bəlkə də pis deyil, amma buna baxmayaraq insanlar aclıqdan əziyyət çəkdiklərini deyirlər. Əhalinin 80%-dən çoxu xristiandır. Ölkədə Filippin dili ilə yanaşı ingilis dili də rəsmi dil kimi qəbul edilir. Axşam düşüb hava qaralandan sonra isə həyat hələ də davam edir. İnsanlar küçələrin hər iki tərəfində səyyar dükanlar qurur, nəsə satıb pul qazanmağa çalışırlar, amma getsəz diqqətli olmaqda fayda var. Əgər siz orada yerli əhali ilə ünsiyyətə girsəz, özünüzü bir anda hər hansı bir cinayətkar dəstənin əlinin içində tapa bilərsiniz. Digər tərəfdən ölkədə maddi vəziyyət o qədər də acıdır ki, bəzi insanlar yeməklərini zibilliklərdən toplayırlar. Onlar zibilxanalara gedir, zibilin içindən yemək qalıqlarını diqqətlə ayırırlar. Bu nadir rast gəlinən bir hal deyil. Onlarla insan zibilin içində tapdığı bişmiş yeməkləri qazda isidib yeyir. Şübhəsiz ki, bu insanlar doğulanda bəxtsiz olublar. Coğrafiya həqiqətən taledir. Filippində bu həyatları gördükcə əminəm ki, bir çoxunuz özünüzü daha şanslı hesab edirsiniz. Əhali son illərdə o qədər sürətlə artıb ki, bir çox insan ictimai qəbirstanlıqları özləri üçün ev edib. Başqa sözlə, Filippinlilər ölümlə birgə yaşayırlar. Qəbirstanlıqlara getsəz məzarların düz yanında tikilmiş komalar və orada yaşayan insanları görə bilərsiniz. Bəs şəhər həyatının çətinliklərindən və təhlükələrindən qaçmaq istəyən insanlar bu ölkədə nə edə bilərlər? Bu insanlar ümidlərini itirdikdən sonra özlərini ölkənin füsunkar sahillərinə və ya yaşıl meşələrinə ataraq sadə kənd həyatına keçirlər. Məsələn, bəzi qəbilələr Hindistan qozu yığımı ilə dolanır. Bütün təhlükələrə baxmayaraq, ağacların zirvəsinə dırmaşaraq meyvələri dərirlər. Topladıqları qozların bir qismini özləri üçün saxlayır, bir qismini isə şəhər bazarlarında satırlar. Meşə əhalisinin çox istehlak etdiyi qida isə təbii ki, ağ düyüdür. Cənubi Asiyada ağ düyü qədər yetişən başqa bir məhsul yoxdur və bu onlar üçün əvəzsiz bir qida mənbəyidir. Başqa heç bir qidaya ehtiyac duymadan təkcə düyü sıyığı ilə uzun müddət tox qala bilirlər. Hər bir köçəri xalq kimi onların da həyatında əvəzolunmaz bir heyvan növü var. Bajau xalqı şəhərlərdəki səfalətdən uzaq duraraq ağıllı bir qərarla həyatlarını dənizlə bağlayıblar.
Onların həyatında ən vacib elementlər balıq və qayıqlardır. 1990-cı illərdə dövlət bu xalq üçün sosial evlər inşa etsə də, onlar yenə də dəniz sahillərinə qayıdaraq öz həyat tərzlərinə dönüblər. Bajaolar dəniz üzərində tikilmiş komalarda yaşayır və müasir dünyadan demək olar ki, tamamilə təcrid olunublar. Uşaqlar məktəbə getmək əvəzinə balıq tutmağı öyrənirlər. Məsələn, 5 yaşına çatmış bir uşaq qayıqdan suya tullanır və üzməyi öyrənməlidir. Əgər bu imtahanı keçə bilməsə, həyatın ilk mərhələsində uğursuz hesab olunur. Buna görə də Bajau uşaqlarının dənizdən qorxmaq lüksü yoxdur. Onlar dənizin dilini anlamalı və bacarıqlarını su üzərindəki həyata uyğun inkişaf etdirməlidirlər. Balıqçılıq onlar üçün o qədər vacibdir ki, hətta ağciyərləri belə bu həyata uyğun inkişaf edib. Yaşadıkları bölgə güclü zəlzələ zonasında yerləşir və hər an dağıdıcı bir təbii fəlakət baş verə bilər. Əgər okeanda güclü zəlzələ baş versə və ya tsunami gələrsə, həm evləri, həm də özləri yox ola bilərlər. Ümumilikdə Filippində həyat çox çətindir. Az inkişaf etmiş bu ölkədə sıx əhali ilə yaşamaq yoxsulluğu və cinayətləri zirvəyə qaldırıb. Belə. Video ilə bağlı fikirlərinizi və növbəti videoda hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək sağ olun.